Bir sıra şəxslərin təhsil haqqını dövlət ödəyəcək. Prezident bu barədə qərar təsdiqləyib. Mina təmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş mina təmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bununla bağlı Prezident İlham Əliyev vergi məcəlləsində təhsil haqqında və mina təmizləmə fəaliyyəti haqqında qanunlarda dəyişiklikləri təsdiq edib. Vergi məcəlləsinə edilən dəyişiklik mina təmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş mina təmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur. Təhsil haqqında qanuna dəyişiklik isə mina təmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş mina təmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur. Qanunun keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək mina təmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən mina təmizləyənlərin övladlarına da ən çoxu 23 yaşına çatanadək şamil olunur.